Salam, hər vaxtınız xeyirli, uğurlu olsun əziz izləyicilərimiz. Bugünkü mövzumuz eyni köklü sözlərdir. Dəyərli abituriyentlər, bildiyimiz kimi eyni köklü sözlər bu il artıq proqramımıza salınıb. Gəlin eyni köklü sözləri daha rahat, asan yolla öyrənək. İlkin növbədə eyni köklü sözlər necə sözlərə deyilir? Eyni köklü sözlər mütləq formada düzəltmə sözlər olmalıdır. Bu məqama fikir verməliyik. Yəni sözdə leksik şəkilçi yoxdursa və yaxud da iki sözdən ibarətdirsə, bu sözlər artıq eyni köklü sözlər sayılmayacaqlar. Məsələn, yalnız kökdən və yaxud da kök qrammatik şəkilçidən tutaq ki, götürək güllər, güldən, gülün, gülümüz. Bunlar qrammatik şəkilçi ilə olduğu üçün bu sözlər sadə sözlər sayılır. Bir də var ki, məsələn deyək, dəvə dabanı, çoban yastığı mürəkkəb sözlərdir. İki sözün birləşməsindən və yaxud üç sözün birləşməsindən əmələ gələn sözlərdir. Bu sözlər də eyni köklü sözlər sayılmayacaqlar. Bəs eyni köklü sözlər necə olmalıdır? Yalnız və yalnız düzəltmə olmalıdır. Tərkibində leksik şəkilçi olmalıdır və ən əsası məna ilə mütləq formada bağlılığı olmalıdır. Yəni sözün ilkin mənası ilə bağlılığı olmalıdır. Gəlin nümunəyə baxaq. Yaz feili ilə yaz ismini burada nümunə kimi artıq vermişəm sizlər üçün. Yaz feilinə baxaq. Sözün kökü yaz. Nəyə et? Yaz. Yaz I şəkilçisi leksik olaraq yerləşdirmişəm, yazmışam. Yaz, yazı. Yaz, yazı, yazıcı. Yaz, yazı, yazıdakı. Yaz, yazdırma. Yaz, yazı. Yazı nədir? Yazıram, yazı əmələ gəlir. Nə? Yazı. Oldu isim. Düzdürmü? Feildən isim düzəldi. Yaz, yazı, yazıcı. Kökü feildir, amma isimdən isim düzəldi. Yenə də isimdir. Düzdürmü? Yaz, yazı, yazıdakı. Yazı ismindən yazıdakı sifətə əmələ gəldi. Burada deməli, hansı nitq hissəsini yaratdıq biz? Sifət yaratdıq. Və yazdırmaq. Gördüyümüz kimi burada da nə əmələ gəldi? Feildən feil əmələ gəldi. Burada sizin səhv elədiyiniz məqamlar hansılardır? Müəllim, axı burada isim, sifət, sonra feil əmələ gəldi. Necə oldu bəs bu? Uşaqlar, biz kökə baxırıq. Kök feil olmalıdır. Yəni leksik şəkilçilərin əmələ gətirdiyi nitq hissələr fərqli nitq hissəsi ola bilər. Bax bu məqama bir dənə biz diqqət edək. İkinci nümunəyə baxaq. Burada yaz ismidir. Yaz ismində isə fikir verək. Yazlıq. Yazlıq nədir? Yazlıq yaz fəslində gedib istirahət etmək istədiyimiz yerdir, məkandır. Yazdakı, yəni yazdakı hadisə. Bu nədir? Sifətdir. Bu isə nə oldu? Nitq hissəsi kimi əmələ gəldi isə. Yazda nə vaxt, nə zaman? Bu isə zərfdir artıq. Sizdə burada sual yarana bilər ki, ay müəllim, bəs bu necə oldu? Buradadır. Qrammatik şəkilçidir axı. Baxın, əgər yaz feilindən sonra dır şəkilçisindən yerləşirsə, əgər gəlirsə, orada biz maqmək şəkilçisinə əlavə edə biliriksə, deməli biz yeni bir feil yaratmış oluruq. Deməli bu necə şəkilçi oldu? Leksik şəkilçi oldu. Yəni dır və da şəkilçisi yerindən işlənmə məqamından asılı olaraq həm leksik, həm qrammatik ola bilər. Eyni zamanda I şəkilçisi də onun kimi. Uşaqlar, biz dedik ki, məna baxımından bağlı olmalıdır. Düzdürmü? Daha çox bizim şagirdlərin və yaxud da müdavimlərin səhv elədiyi məqamlar hansıdır? Kökü eyni nitq hissəsidir və salam. Mən bunu götürə bilərəm. Axı bizim elə amonim sözlərimiz var ki, isim ola bilirlər və yaxud da sifət əmələ gələ bilirlər. Feil ola bilər. Doğrudurmu? Belə amonim sözlərimiz var. Gəlin baxaq. Bağ nədir? Bağ isimdir. Düzdürmü? Bir var meyvə bağı. Bağ. Bir də var ipə biz deyirik. Ayaqqabının bağı. Düzdürmü? Meyvə bağı ilə bağladığımız bağ eynidirmi? Xeyr, eyni deyil. Bunların əmələ gətirdiyi sözlər də eyni köklü deyil. Bağ, bağla. Nə et? Bağla. Nə ilə bağlayıram? Bağla bağlayıram. Bir də var bağdakı hadisə. Hansı hadisə? Bağdakı hadisə. Bunun kökü isə bağ, bağça, bağdan söhbət gedir. Yəni bunların kökü eyni nitq hissəsi olsa da, yəni hər ikisi isim olsa da, bunlar yenə də nə olacaq? Eyni köklü sözlər sayılmayacaq. Əziz şagirdlərimiz, bu qədər. Ümidvaram ki, bu mövzuda nə qədər boşluğunuz var idisə, artıq doldurdunuz. Yeni qruplarım üçün də qeydiyyatlar davam edir. Kimlər qoşulmaq istəyirsə, mütləq aşağıda verilən əlaqə nömrələri ilə əlaqə saxlayın.
saxlasın. Səhifəmi bəyənməyi, öz yoldaşlarınızla, dostlarınızla, ətrafda olan insanlarla paylaşmağı və öz fikirlərinizi, rəylərinizi bölüşməyi unutmayın.